Bugün də İspaniya, Madrid şəhərindəyik, Kraliça Sofia muzeyində. Əvvəllər müasir incəsənət muzeyində sərgilənirdi, lakin daha sonralar İspaniyaya geri göndərilir. Picasso öz vəsiyyətində bu rəsmin İspaniyaya demokratiya qaydana qədər müasir incəsənət muzeyinə müvəqqəti verilməsini istəmişdi. Xüsusilə də İspaniya vətəndaş müharibəsinə bir reaksiya idi bu. Yəni əsər həm yarandığı dövrdə, həm də sonrakı illərdə dərin mənalar və təsirlər daşıyırdı. Bu əsər müharibənin dəhşətini açıq şəkildə göstərən çox güclü bir tablodur. Hansı ki, Goya'nın 3 may və yaxud Davi'nin Horodisar andı kimi əsərlər ilə eyni sənət ənənəsinə sahibdir. Lakin onlar daha qədimdə qalıb, Picasso isə bunun yaratdığı illər 20-ci əsrlərdir. Yəni həmin dövrün tarix mövzulu rəsmləri artıq populyar deyildi. 20-ci əsrləri daha başqa formalar maraqlı idi insanlara. Amma Picasso 20-ci əsrdə yenə tarix mövzulu təsviri sənəti yenidən canlandıran bir rəssam kimi qəbul edilir. Picasso'nun əsərləri böyük ictimai əhəmiyyət daşıyırdı. 1937-ci il aprelində Alman aviasiyası tərəfindən İspaniyanın şimalındakı dinc Guernica şəhəri dağıdılmış, neçə min insan zərər çəkmiş, təxminən 2000 nəfər həlak olmuşdur. Rəssamın bu vəhşiliyi əks etdirən Guernicası 20-ci yüzilin ən güclü bədii siyasi əsəri hesab olunur. İstər Picasso'dan əvvəl, istərsə də ondan sonra heç kim müharibəyə belə bu qədər güclü, qüdrətli bədii fikir bildirməmişdir. Ön plandakı fiqur, əllərində bıçaq olan, hər tərəfi açıq şəkildə dayanan bir insan kimi təsvir olunur. Həmin fiqurlarda İsa kimi şəhidlik mövqeyi də təsvir olunur. Picasso bu əsərdə qara, ağ və boz tonlardan istifadə etmişdir. Sol tərəfdəki ana və uşaq təsviri olduqca təsirlidir. Rəsmdə bombaların, siqnal və səslərin çığıltıları bizə çatdırılmaq üçün müxtəlif simvollardan istifadə edilmiş. Hər şey çox real görsənir rəsmdə. Sağ tərəfdə isə yanan evdən qaçmağa çalışan bir qadın fiquru görünür. Əsər ümumilikdə simvollarla zəngindir. Məsələn, bağıran bir at, sınmış bir qılınc. Ən maraqlı və güclü simvol isə işıq mənbəyi, lampadır. Bu çox vaxt insan gözü kimi təsvir edilir. Burada bir ampul da var. Bəlkə də bu partlayışa səbəb olan simvolik bir elementdir. Həm bombaların partlaması, həm də onların yaratdığı parıltı və işığın sönüb yanmasını xatırlatmaq kimi. Bu əsər yalnız bir müharibə səhnəsi deyil. Eyni zamanda insanı faciənin, dövrün və tarixin ən dərin, emosional və simvolik ifadəsini bildirən bir əsərdir.